İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə 118 nəfər, Xocavənd şəhərinə 41 ailə 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə 196 nəfər yola salınıb. Onlar ölkənin müxtəlif ərazilərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Ailə üzvlərimizdən girov götürülənlər olmuşdu. Uzun müddət sonra qaytarıldı. Hazırda çox sevindirici bir məqamdır ki, biz doğma yurda qayıdırıq. İnşallah olanlar unudulmayacaq. Amma ən azı onların xoş xatirə ilə əvəzlənməsi daha xoşdur. 92-də gəlmişik. O gələn günlərimiz heç geçsin, geri qayıtmasın. İndi gələnə yataqxanada yaşamışam, neçə illərdir. Çox şükür bugünkü günümüzdə mən həmişə ümidlə yaşayırdım. Deyirdim ki, prezident ha vaxt salacaq bu torpağı. Düzdür, özüm orada boya başa çata bilməsəm belə, övladlarım orada yaşayacaqlar və gələcəyin əskəri, oğlum orada böyüyəcək və vətənimizin keşiyində duracaq inşallah. Döyüşən biz polislərdir. Orada uzun müddət döyüşmüşük, ermənilərlə döyüşmüşük. İndi Allah cənab prezidentimizin canını sağ eləsin, ona uzun ömür, can sağlığı arzu edirəm. Qazilərimizə Allah qəni rəhmət eləsin. Mən də həm polis olmuşam, həm də Birinci Qarabağın veteranıyam. Bizim üçün çox çətin idi onda. İndi çox sevinirik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Dövlətimizi qorusun, xalqımızı qorusun. Bugün çox sevinirik. Bugünkü gündə 45 yaşım var. Bugünkü gündə qayıdırıq öz torpaqlarımıza. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində bugün öz doğma torpaqlarımıza qayıdırıq.